Əziz və dəyərli izləyicilər, əziz Əhl-i Beyt aşiqləri, əziz qardaşlar və bacılar. Demək, mən Şamaxıdan keçərkən burada namaz vaxtı idi. Namaz qılmaq üçün baxdım harda namaz qılım, gəldim bu yerə. Burada gözəl bir məkana gəldim. Mən birinci dəfə, neçə illərdir bu yol gedirəm, birinci dəfədir ki, burada belə bir gözəlliyə rast gəldim. İstədim ki, bu gözəlliyi sizinlə paylaşam. Axund Mirmehdi Ağa Seydəli oğlu 1911-ci ildə burada dəfn olunub. Gözəl, möhtərəm bir ağa olub, din təbliğatçısı olub və onun mübarək qəbri burada yerləşir. Və mən burada bu qəbirdə ziyarət elədim. Və görün nə gördüm, mən də sizə göstərim. Və gəldim, burada bir dənə zərif gördüm. Və görün burada nə yazılıb. 4-cü imam Zeynəlabidin əleyhissalamın övladı Seyyid Mövlana Muhammed Salih Əl-Müdərrisin məzarı. Yəni İmamzadə Salih İbn Hüseyin əleyhissalam ziyarəti. Bu birbaşa Peyğəmbər sallallahu aleyhi və səlləm ailəsinin nümayəndəsidir. Bura İmamzadədir. Bura gözəl bir ziyarət yeridir. Və burada hal-hazırda gözəl təmir işi gedir və sizə nəyə göstərmək istəyirəm? Burada bir gözəl məscid tikilir. Məscidin tikintisi gedir və burada əsasən qazilərin dəstəyi ilə gözəl məscidi tikintisi gedir. Və mən qardaşlardan, bacılardan, Əhl-i Beyt aşiqlərindən əsasən kimlər ki bu Şamaxıdan keçir, Şamaxı Cümə məscidinin onunla yaxın üzbəüzdədir. Bura dəstək olmanızı hər birinizdən xahiş edirəm. Allah hamımızın canını sağ eləsin. Bura məkanın çox gözəl ab-havası var. Çox gözəl aurası var. Burada işlər gedir, çox gözəl şəkildə bu işlər gedir. Və yenə də xahiş edirəm ki, bura dəstək olunsun. Allah hamımızın canını sağ eləsin. Allah dualarımızı qəbul eləsin. Amin.